elmin fəziləti eyni zamanda da elm sahiblərinin fəziləti barəsində, yəni alimlərin fəziləti barəsində Əbu Darda Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsidir və onun rəvayət etdiyi hədisi gətirir. Fikir verin. Rasulullah sallallahu aleyhi və səlləm buyurur, yəni hədisin ümumi məzmunu, fikir verin, yəni geniş bir mənalı hədisdir. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm kim elm əldə etmək üçün yola çıxarsa, səfərə çıxarsa, Allah Taala ona cənnətə gedən yolu asanlaşdırar. Deməli, elmi əldə etmək üçün. Hansı elmi? Allah barəsində olan elmi. Peyğəmbər barəsində olan elmi. Əgər bir insan, deyək ki, evindən gəlir elm məclisinə, zikr məclisinə və o məclisdə Allah və Rəsulu xatırlanır və insan evindən çıxıb, niyyətlənib, Allah və Rəsulu barəsində olan elmi öyrənmək niyyəti ilə, məqsədi ilə çıxarsa, fikir verin, Rasulullah onun barəsində buyurur ki, Allah ona cənnətə gedən yolu asanlaşdırar. Və sonra buyurur ki, hədisdə, mələklər elm öyrənənin razı qalması üçün qanadlarını düz açar. Və sonra buyurur ki, alimə göydə olanlar da və yerdə olanlar da, hətta suda olan balıqlar belə bağışlanma diləyər. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin ardında, alimin abidə olan üstünlüyü bədirlənmiş gecədəki ayın digər ulduzlara olan üstünlüyü kimidir. Fikir verirsiniz. Alimlər Peyğəmbərlərin varisidir. Və bu baxımdan Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoymamışlar. Onlar ancaq elmi miras qoymuşlar. Əgər kim o elmdən bir hissəsini götürərsə və deyir, böyük bir pay götürmüş olar. Bu hədisin isnadı bəzi alimlərə görə həsəndir, yəni qəbul olunandır.